məzunları son zəng tədbirinə hazırdır. İcazə verin tədbirlər başlayaq. Son zəng mahnı sədaqlar altında məzunlarımızı zala davet edirik. Kərim Muazzəli tam orta məktəbində təşkil edilmiş son zəng tədbir açıq elan olunur.
koşan günümüzde hoş geldiniz diyelim. Bugünün heyecanına, tarihini bizimle paylaşacağınız için sizlere teşekkür ederim. İnsan hayatında öyle günler olur ki ömür boyu dolmaz. Bu yerde kalan, her an hatırlanabilecek günlerden biri de son gündür. Uşaq olmamızın en çılgın, en karşısızlıkları mektebilerinde olur. Her yıl iyinin 14'ünde ülkemizde son gün günü olur. Mekteblerde bir canlanma, şagirdlerin istediği de bir eski lise olur. 11'ciler bugüne xüsusi olarak hazırlaşırlar. Ben bu acı gün münasebetiyle bütün mənzəri tebrik edir. Arzu edirəm ki, tələbələrinə layıq görülüb, öz əməlləriyle vətənimizin adına həmişə zürmədilər ucalsınlar. Məzunlarımız tebrik edib, onlara öz ürək sözləndirmək üçün sözü mühtəbik direktoru Dahir Ortadan müəllim verildik. Aziz müəllimlər, aziz valideynlər, bizim məzunlarımız, sizi bugün təbrik edirəm. Həqiqətən bugün bayram günüdür. Bu bayram münasibətilə həm valideynlərimiz, həm bizim müəllimlərimiz, həm bizim 11-cilərimizi ürəkdən təbrik edirəm. Bu illəri məktəbi 62 nəfər məzun edir. 62 nəfərdən demək 35% ailə məktəblərinə sənəd verib və 35%-dən 60%, 50%-dən çox keçid balı toplamışdır. Yaz imtahanları, növbədə yay imtahanları durur və həmin imtahanlarda sizə uğurlar verir. Amma bugün mən düşünürəm ki, bizim hamımızda həm 62 nəfərin, həm müəllimlərin imtahan günüdür. Əgər həyəcan varsa, əgər məsuliyyət varsa, biz bu günü imtahan günü kimi sayılır. Və bu günləri imtahan günü niyə görə? Çünki bu günləri siz artıq məktəb həyatına son qoyub, müstəqil həyatına qovuşursunuz. Məktəbin əsas vəzifələrindən biri cəmiyyət üçün, xalq üçün, vətən üçün layiqli, vətənpərvər, vətəndaş yetişdirməkdir. Və mən ümid edirəm ki, bu illəri məktəbimizi bitirən hər bir şəxs Azərbaycan üçün, vətənimiz üçün layiqli vətəndaş, layiqli bir şəxs olar. Təbrik edirəm. Sizin uğurlarınız çox olsun, bol olsun. Sizə can sağlıq, mənalı həyat arzulayıram. Sağ olun. Bəlkə də mahnısı 11-ci A sınıf məzunları sevgi nəvələri alır. Thank you.
hörmətli məzunlar, əziz müəllimlər və çox hörmətli valideynlər. Hər biriniz bugünkü məclisə xoş gəldiniz. Bugün bizim məktəbimizdə çox əlamətdar bir gündür. Son zəng bayramı, son zəng günü. Bugün bizim kəndimizin 62 yeniyetmə gənci son zəng mərasimini yaşayırlar və biz onların sevincinə şərik olmaq üçün əlimizdən gələni edirik. Mən yeri gəlmişkən həmin məzunların hər birini bu son zəng bayramı münasibətilə ürəkdən təbrik edirəm. Həyatlarında ən əlamətdar günlərdən biri olacaq bu gün, qoy daha yadda qalan, daha belə əziz, daha yaxşı bir gün olsun. Heç təsadüfi deyil ki, bu 62 məzun düz 11 il bundan qabaq cılız, zəif, xırda belə qalacaq uşaqlar analarının əlindən tutub bizim məktəbimizdə təşrif buyururlar. Onda qoy təsəvvür deyərlər ki, necə də onlar aciz idilər. Heç əllərindən gəlmir. Oxuya bilmirdilər, yaza bilmirdilər, özlərini müdafiə edə bilmirdilər. Ancaq üstündən 10 il geçib, gör indi bir Allah saxlamışlar, görünüzdə gözəl, yaraşıqlı, güclü, təmkinli, bacarıqlı, necə yaxşıdır. Qoy həmişə ömürlər boyu bu təraməti saxlasınlar. Qoy həmişə onların ömürləri şən, şad, firavan keçsin. Mən istəyirəm ki, bizim məzunlarımız bu bizim müqəddəs ocağımızda, bu məktəbdə öyrəndiklərini həyatları boyu, ömürləri boyu yaxşı tərəfini tətbiq eləsinlər və bilsinlər ki, məktəbin gücü nə boydadır. Əziz məzunlar, siz 10 ildir ki, 11 ildir ki, bu məktəbin imkanlarında bir-birinə hörmət etməyi, mərifət məsləməyi, bir-birinə ünsiyyət bağlamaq bacardınız, öyrəndiniz bunu. Siz bu məktəbin imkanlarında vətənin layiqli vətəndaşı olmağı öyrəndiniz. Bir-birinə hörmət etməyi öyrəndiniz burada. Öyrəndiniz ki, böyüklərə hörmət etmək lazımdır. Bacardığınız qədər onların tərəfini sağlamaq lazımdır. Bütün bu işlərin həyata keçməsində bu əziz müəllimlərimizin zəhməti darılmazdır. Mənə elə gəlir ki, bu yerdə hörmətli müəllimlərin şərəfinə bulutlu alqışlar verilməkdir. Çox sağ olun. Hörmətli yoldaşlar, Profesör Kərim Kərimov Nəhim Təntam Orta Məktəbi rayonun məktəbləri arasında ən böyük məktəblərdən biridir. Rayonun mərkəzində bir-iki məktəb bu məktəbdən böyük olsa da, əslində bizim məktəbimiz həm ərazi cəhətlə, həm də ki, şagird kontingenti sayılır çox böyük məktəblərdən biridir və bayaqdan qeyd etdiyimiz kimi bu illəri bizim 62 məzunumuz var. Bu 62 məzun 3 sinif komitetləşirlər və onlardan biri Təhsil Nazirliyinin qərarı ilə təsdiq edilmiş təmayül proqramının, təmayül sinifində oxuyurlar. Və qoyulan tələb bundan ibarətdir ki, təmayül sinifinin qarşısında gərəkdir ki, uşaqlar hamısı zərbəçi və əlaçı olsunlar. Bir səhərlik bundan biraz çatışmamazlığımız qalıbdır. 21 şagirddən 15'i əlaçı və zərbəçidirlər. Gəlin onları alqışlayaq. Artıq hər kəsə məlumdur ki, bizim məzunlarımız həm buraxılış imtahanını, həm də qəbul imtahanının birinci mərhələsində artıq veriblər. Və nəticələr ürəqaçandır. Təmayül sinifində 50%'dən çox şagirdlərin qiyməti 50%'dən yuxarıdır. Yəni 12 şagird 150 baldan artıq bal toplayırlar. Mümkün olan 300 baldan 6 nəfər 200'dən çox bal yığılır. Bu nailiyyətləri biz əlbəttə ki, lap yüksək zirvə saymırıq. Nəticələrimiz bundan da yaxşı olmalı idi. İndi gələcək illəri çox güman ki, buna da biz nail ola biləcəyik. Bizim nailiyyətlərimiz təkcə məzunlarla bitmir.
9-cu siniflər, 10-cu siniflər, ondan aşağı da olan siniflər də çox yaxşı nəticələrlə dərs ilini başa vurublar. Bizim bir şagirdimiz, 8-ci A sinif şagirdi Başayev Edgar Respublika üzrə Rus dili müsabiqəsində 1-ci yer tutaraq diploma layıq görülmüşdür. 10-cu sinif şagirdi Rızayeva Naila isə Nəsimi ili çərçivəsində keçirilən tədbirlərdə iştirak edərək, rayonda şehir müsabiqəsində iştirak edərək 1-ci yer tutmuş, diplomla layıq görülmüş, həm də pul mükafatı almışdır. Nailiyyətlərimiz bunlarla tükənmir. Fiziki tərbiyə sahəsində, bütün olimpiyalarda, fən olimpiyalarında da şagirdlərimiz yüksək yerlər tuturlar. Mən onların hamısına bu işləri davam etməkdə müvəffəqiyyətlər arzulayıram. Bu yolda istəyirəm ki, müəllimlərimizə can sağlığı, onların şagirdlərin qayğısına qalmaq üçün təmkin, səbir var edirəm. Şagirdlərimizə təhsil əldə etməkdə müvəffəqiyyətlər, valideynlərə isə övladlarının əldə etdikləri nailliklərlə övünməyi arzulayıram. Bu yolda onlara Ulu Tanrı pənahları, Uca Peyğəmbər isə kömək olsun. Sağ olun. Akşam obedyanı, ehtiyat dostlarım. Gelin dostları görüşe, ayda evde bir kere. Bütün sefayanda hayırdan geçmişine var. Tayyipov Oleg müəllim başda olmaqla 11-ci A sinif məzunlarının çıxışı.
Hörmətli müəllimlər, valideynlər, bu bayram günü münasibəti ilə hamınızı təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, ailə saadəti, sizin sorağınız ali təhsil ocaqlarından gəlsin, universitetlərdən gəlsin. Siz müstəqil dövlətimizin müstəqil vətəndaşlarısınız və sizi ümid edirəm ki, bizim dövlətimizin layiqli vətəndaşları olacaqsınız, vətənpərvər olacaqsınız. Sizə bu yolda uğurlar. Дорогие и уважаемые учителя, родители, выпускники, позвольте вас всех поздравить этим знаменательным днем последнего звонка. Пожелать вам крепкого здоровья, счастья, любви и успехов во всех делах. Уважаемые учителя, я хочу выразить свою благодарность от имени 11 класса, особенно классу руководителю Петру Олеговне. Спасибо за ваше неустанное, нервный труд над нами, за ваше терпение, которое всегда было в пределе, за ту любовь, которую вы испытывали к нам. Вы открыли для нас дверь в науку, вы формировали, воспитывали нас, дал нам глубокое знание. Мы недавно были шумные, маленькие дети, а теперь все проходили первый раз в школу, а теперь мы все стали красивыми, старше, вежливыми. Это все ваша заслуга, дорогие учителя. Спасибо вам за все. И мы, конечно, благодарны за нашу первую учительницу Элзе. Спасибо вам, учительница. Я желаю вам, дай Бог, здоровья, терпения, творческих успехов на работе. Дорогие учителя, мы просим у вас прощения, если мы вас огорчили, оскорбили и вели себя друга. Мы вас очень любим, и мы пытаемся оправдать ваше доверие. Спасибо вам. А выпускникам хочу сказать, дай Бог, каждый из нас занял свое достойное место в жизни. А родителям я хочу сказать, что мы делаем все, что возможно, чтобы ваша душа была спокойна за нас. Ведь вы знаете, что вы больше всех волнуете. Заканчивая свое выступление, я хочу еще раз поздравить с праздником. Желаю вам счастья, любви, успехов во всех делах. Спасибо вам за внимание. İnsan hayatında elə günlər olur ki, ömür boyu unutulmur. Bu yadda qalan, hər an xatırlana biləcək günlərdən biri də son zənginindir. Uşaqlıqdan hər kəs müstəqil olacağı günü səbirsizliklə gözləyir. Məktəb illərini başa vuraraq buna nail oluruq. Sevimli müəllimlərimiz, uşaqlıq heyecanları, ilk məhəbbət, məktəb divarları arasında qalır. Amma hər kəs sonradan bu illəri xatırlayır. Ən gözəl, eyni zamanda səmimi bir kədərlə doldur son zəng. Bir tərəfdən məktəb artıq bezdirir. Digər tərəfdən hələ də ondan ayrılmaq çətin gəlir bizə. Böyük, müstəqil həyatın çətin yoluna qədəm qoyuruq. Son zəngin bildiricili sədaları hər birimizin qəlbində məktəb xatirələrini oyadır. Yoldaşlarımızın gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdiyimiz dərslər, tez başa çatan tənəffüslər, bəziləri ciddi, bəziləri mehriban müəllimlər. Son zəngdən sonra boyların xatırlanması tam başqa xarakter daşıyır. Bu, həyatın uşaqlıq dövrünə son, gələcəyin imanlı və cazibədar bir o qədər də məsuliyyətli etapına girişdir. Ona görə də biraz kədərlə, biraz gözyaşı ilə karışaraq bugünümüzdən sabahımıza doğru səbirsizlikdir son zəng. 11 il az deyil. Bu iller ərzində mən bu əziz gün münasibəti ilə bütün məzunları təbrik edirəm. Arzu edirəm ki, tələbə adına layiq görülüb, öz əməlləri ilə vətənimizin adını həmişə zirvələməyə ucalsınız. Üzerimizdə çox əziyyət çəkən əziz müəllimlər, biz sizə bu gündə öz təşəkkürümüzü bildirmək istəyirik. Səmimi qəlbdən sizə can sağlığı, gözəl ömür, sizin bu çətin və məsuliyyətli işinizdə böyük uğurlar arzulayırıq. Etdiyimiz pis əməllərimizə görə biz sizdən üzr istəyirik və sizi heç vaxt unutmarıq. Həmçinin bizə qədəm
xeyli təbrik edirik və sizə sevinç, gözəl həyat, uğurlar arzu edirik. İstəmirəm. İstəmirəm bugün mənim son sənətimi kimsə çalsın. İstəyirəm xoş nəğməmin göğüsdə tamamlansın. Son sən necə təsir edim sənin
müvəffəqiyyətlər arzulayıram. Artıq 11 il qışda, yazda, yayda gələn bu məktəb yollarından, bu bizim gözəl siniflərimizdən, gözəl məktəbimizdən, hörmətli prezidentin bizə alışladığı bu heç bir kəndinizdə olmayan gözəl məktəbdən ayrılırsınız, bölgədə alışırsınız. Ən birinci müəllimlərin himayəsində olanda uşaq kimi hissedirsiniz. Ancaq artıq müstəqil həyata addım atırsınız. Bu həyatda sizə uğurlar arzulayıram. O sizin qadağınıza çıxan bütün yollarda yaşıl ışıq yanısın. Sizin üçün açıq səma arzulayıram. Sizin soraqlarınız ali məktəblərdən, uca ocaqlardan işitmək istəyirəm. Sizin uğurlarınız bizim uğurlarımızdır. Siz bizim meyvələrimiz, bizim əhrəmizsiniz. Qoy sizin anların bütün arzuları çin olsun. Hər bir ana, ata öz evladından nə istəyirsə onu gözləsin. Qoy onların gözünə rahat yuxu gəlsin, qoy onlarınızdan rahat hissetsin. Heç vaxt uşaqlarınızdan pis xəbər eşitməyəsiniz. Bizim bu gözəl oğlanlarımız, bizim vətənimizi müdafiə etməyə əsgərlik edəcək. Oradan sizin böyük nailiyyətlər, sizin yaxşı xəbərlər bizi də şad edəcək. Qoy sizə həmişə həyatda yaxşı günlər, yaxşı müvəffəqiyyətlər və yaxşı ailə arzulayıram. Məktəbə bir ailə başçısı kimi gələcəksiniz, uşağınızın əlindən tutun. Qoy o günlər sizin hamısına qismət olsun, hamısının arzuları çin olsun və həyatda arzuya çatmayan heç bir iş olmasın. Sizi təbrik edirəm, sizinlə daha əlində alışıyorum. Sağ olun, hörmətli məzunlar. Hörmətli müəllimlər, istəkli qatillər və əziz şahidlər, hər birinizi xoş gününüzə salamlayırıq. Hamınız xoş gəlmişsiniz. Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. Məktəb bizə ikinci ailə olur. Biz bugündən etibarən məktəbə bir şahid kimi yox, müstəqil Azərbaycanın azad gəncləri kimi gələcəyik. Arzu edirik ki, bütün məzunların səsi ali təhsil ocaqlarından gəlsin və bizi öz qoynunda simli balası kimi əzizləyən məktəbimizi, hörmətli müəllimlərimizi və qayğısız illərini heç vaxt unutmasınlar. Кто нас учит? Кто нас мучит? Кто нам знания дает? Это школьный наш учитель, удивительный народ. С вами ясно и светло, на душе всегда тепло. И простите, если срок был не вычет урок. От души мы поздравляем наших всех учителей и проказников здесь. Seninle 11 yıl geçen günlerim, hayattan güzel mektep günlerim, bana yadigardır bugünün son denk. İlk adım, ilk geliş, düşür yanıma, yazmıştım o vakti adım bakama. İttirirsen yazma, mektep adına, bana yadigardır bugünün son denk. Öğretti neleri mektep bizlere, teşekkür ederim müellimlere. Elmi bahşetti her sebeye, bana yadigardır bugünün son denk. Unutmam bu dengi, asla hiç kalan. Ömürde ebedi, kalbimde kalan. Bizim ömrümüzde daim çalan, bana yadigardır bugünün son denk. Çiğninden bir ilke çantasının, uşağının dostlarım, çağlarına gel, ilk dəfə məktəbə qədəm bastığım. 11-ci C sinif məzunları, yəni öğretmen müəllimi başda olmaqla buyursunlar səhnəyə. En güzel günlerden biridir mektep hayatında. Ve bugün hamımız bizi özleyirdik. 11. sınıf uşağı tutacağız ve onun tarihini siz
istəyirəm. Və ona görə mən sizdən xahiş edirəm. Daha məktəbdən kənarlaşdığı uşaqlara ciddi nəzarət edin və onlara imkan yaradın ki, onlar hansısa peşənin sahibi olsun. Bizim mövzularla onlar hazırlayırlar və onlarda ən yaxşı əməlləri gözləyirəm. Çünki əskərlik var, ailə həyatı var və həmişə onlardan düzgün hərəkət etməyə tələb etmişəm və demək olar ki, yalan danışmaq, kimisə aldatmaq onları bacarmayacaqlar. Sizə uşaqlar yaxşı yol həyatında heç bir vaxt sizin qarşısında belə bir sual çıxmasın. Mən neyim? Və ona görə bunu sual qarşısında çıxmadığına görə çıxmalıdır ki, siz mütləq çalışmalısınız və həyatın qarşısında mütləq məsuliyyət və vətəndaşları görmək istəyirəm. Bilirəm ki, siz məktəbdən çıxandan daha demək olar ki, bütün respublikaları kimi öz adımları, öz hərəkətləri edə bilərsiniz. Amma yenə də sizə uğurlar, yaşıl eşir və həmişə Allah sizin tərəfində olsun və Allahın köməyindən əsirləndir. Əziz müəllimlər, hörmətli tədbir iştirakçıları və qonaqlar, bu gözəl bir gündə bizimlə olduğunuz üçün hər birinize təşəkkür edirəm. Bugün bizim üçün çox gözəl, yadda qalan bir gündür. Bugün 11 illik məktəb həyatının sonuna çatdığı və müstəqil yeni qatan astanasına qədəm bastığımız bir gündür. 11 il gözümün önündə su kimi axıb geçdi. Sanki bir məktəb dəftər idi məktəb illəri. Birinci sinifdə verilmişdi bizə. Eşitdiklərimizi, gördüklərimizi, duyduklarımızı bəyaz səhifələrlə yazardık. Kim biz qaralayıb bir kənara atdıq, kim biz boş qoyduq səhifələri, kim biz rəngarəng qoyduq bu səhifələri. Artıq bugün bu dəftərin son səhifəsinə son sözü yazmağın vaxtı gəlib çatdı. Məktəb illərinə əlvida deyərək bağlayırıq bu dəftəri. Hələ oxumamağa başlamışdım, ürəyimdə məktəbə qarşı sevgi yarandı. Oxumağın çox önəmli olduğunu, savadlı insan üçün əvəzsiz, dəyərli olduğunu bilərək keçdi məktəb həyatım. Nə yaxşı ki də belə keçdi. 11 il mənə çox şey öyrətdi və ən sonunda bu günə gəlib çatdığımda 11 ili necə gözəl dəyərləndirdiyimi gördüm. Boşuna keçməmişdi bu illər, boşuna keçməmişdi yuxusuz gecələrim, boşuna keçməmişdi müəllimlərimin, valideynlərimin zəhməti. Bugün həm
Əziz 11-cilər, mən sizi bugün təbrik edirəm. Mən sizi bugün təbrik edirəm. Siz bizim sevgili uşaqlarımız, 11-cilərimizsiniz. Siz yaxşı bilirsiniz ki, biraz incitmişsiniz müəllimləri. Bizim nazımızı ilə oynamışsınız. Ancaq bugün hər şey yadımızdan çıxır. Gör nə güzəlsiz hamınız. Hamınız qəşəngsiniz, böyümüsünüz. Mən sizə böyük uğurlar diləyirəm. İstəyirəm ki, sizin səsiniz ali məktəblərdən gəlsin, yaxşı ocaqlardan gəlsin, yaxşı şəhərlərdən gəlsin. Ancaq şad xəbərlər gözləyirik sizdən. Siz bizim meyvələrimizsiniz. Bayaq burada Roza müəllimə dedi, bizim meyvələrimizsiniz. Ağacda var meyvə görəndə biz sevinirik. Ona görə sizə əlvida deyirəm, sağ olun deyirəm. Sağ olun, uşaqlar. Ondan solmuştu səndir,
Sevinciniz tüm size sığmaz. Ama sizin elinde köpük bildiğiniz bağlarınız mazlum olur. Yüreğiniz doludur. Arzularınız sonsuzdur. Tebrik için sözü sizlere verilir. Ağa hanım Abdullah'ya başta olmakla. Sevda hanım. Sakit olun uşağım. Bu bayram günü münasibətilə bütün məzunları mən təbrik edirəm. Məzunlara yalnız və yalnız uğurlar arzu edirəm. Hörmətli iştirakçılar, hörmətli valideynlər, mən gözəl rəqs elədim. İndi çıxışlar sizdən olacaq. Buyurun. Teşekkür ederim. Mən öz balamı, öz nəvəmi, bütün qardaşımın uşaqları, özüm oxuduğum məktəbdəki bütün müəllimlərə bayramın qabağında bayramı mübarək edirəm. Ancaq nə qədər bayram olsa da son gün deyəndə o qədərlər heyecanlıyam ki, mən o uşaqlardan özüm çox həyatlıyam. Sizə, bütün müəllimlərə, valideynlərə, bütün məzunlara, hamısına can sağlığı arzulayıram. Arzulayıram ki, bütün analar, atalar, həmişə babaların başında olsun. Atasız, anasız heç bir uşaq qalmasın. Mənim bizim bu hörmətli müəllimlərdən o qədər mən razıyam ki, başda Əhmədov Aliyyət müəllimə 5-ci sinifə qədər çıxana bilir. Anamın həyat barəsində mənim müəllimə dinləmədi. Onlar da can sağlığı arzulayıram. Bütün müəllimlərə arzulayıram ki, onların canı sağ olsun. Onların bizim balalara dərs verdiyi dili heç vaxt yorulmasın. Həmişə onlar hər bir sayəsində stol qarşısında babaların nə qədər məzunlar gedir. Ancaq bizim məzunlar hər alanın bir yolu. Onların neçə illər məzun olur. Qoy onlara can sağlığı, həmişə olur mehriban, uşaqlarla mehriban həyat keçir. Sağ olun. Aziz Tarım Uzman Mektebi'nin direktörü, Cabral Müəllim tarihi başta olmakla hepimiz razısınız. Aziz valideynler, hamımız aziz kolektiv, hamımız bütün mezunlarımızın, yani bütün evlatlarımızın birlikisine hoş geldiniz. Hamımızı salamlayırım, hamımıza hoş geldin deyirəm. Hamımızı bugün şad günüdür. Her bir valideyn istəyir ki, evladı ali məktəbə qəbul olsun, ürəyindəki arzulara çatsın, həyatda xoşbəxt olsun. Mən birinci hər halda Nadir mənim Əliyevə xüsusi təşəkkürümü bildirirəm ki, mənim evladımın 5 yaşı olanda birinci əlindən tutub getirən Nadir müəllimdir. Mən ona təşəkkür edirəm. Allah can sağlığı, uzun ömür, nəvələrindən xoşbəxtlik, hər halda evladlarından da xoşbəxtlik arzulayıram ona. Ayna xanım müəllimə təşəkkür edirəm. Roza müəllimə sizə təşəkkür edirəm. Nail müəllim sizə təşəkkür edirəm. Sunagil müəllimə bəzi konfliktlər olsa da, son zəng, yəni bəzi problemlər olsa da, Mirzə müəllimə kömək etdiyinizə görə, həmçinin Mirzə müəllimə başda olmaqla hamınıza xüsusi təşəkkür edirəm. Həmçinin təhdiki işlərimiz, ağlı gündə, yaxşı gündə, evladlarımızdan bəlkə inciklik vaxtlarımız olur. Halallıq edin evladlarımızdan.
bütün kollektive, əziz kollektiv, hər bir müəllimlər, müəllim adı əzizdir. Yəni, valideynlər başa düşürdüyü müəllimlər, şagird arasında hörmət olmalıdır. Yəni, prezidenti də, prokuroru da, polisi də, müəllimi, hər şeyi müəllim ilişkidir. Yəni, söz hələ tərəfə vermək müəllimlə, şagird arasında hörmət olmalıdır. Və müəllimlər, birinci başda öz övladım olmaqla hamımız öz ürəyimizdə arzulara çatasınız, ali məktəblərə qəbul olunursunuz. Yəni, həyatda heç birimiz güdürəməyirsiniz, rahat həyat, xalq şairiniz və ev azad edilmişkən siz sərbəst həyata atılırsınız, hər biriniz bu həyatın müsəlləh əskərisiniz. Yəni, sizə həyatda olurlar, şanslar, yəni, bilən ürəyimizdəki arzulara olurlar. Дорогие учителя, спасибо огромное за ваш труд, за ваше терпение. А выпускникам я желаю удачи, зеленого света, чтобы было все прекрасно. Огромное спасибо вам, учителя. Огромное спасибо. İlk önce ev müəllimə çox sağ ol demək istəyirəm. Çünki mənim yollarım 3-cü sınıfda sektorundan Azərbaycan sektorundan və ev müəllim ona Azərbaycan dilini, qrammatikasını belirtməyində və bugün yaxşı nailiyyət qazanmasında böyük köməyi əməyi olur. Sonra mən öz müəllimlərimi tanımlayıram burada. Sınır müəllimə, hərəkət müəllimə, Roza müəllimə, Nebukdin müəllim, Şirin müəllim və Rabir müəllim, Rabir müəllim. Onları salamlayıram, onlara çox salamlayıram. Uşaqlara da gələn bu qarşı dağında mürakiət hazırlayıram. Sağ olun. Hürmetli bugünkü tədbirdə iştirak edənlər, müəllimlər, qonaqlar, valideynlər, kongresslər, hamısı salamlayıram. Və kongresslərə deyəcək sözlərimiz elə hamı da burada eynidir, məncə. Bir-iki söz əlavə etmək istəyirəm ki, bu qarşıdan gələn yay qəbul imtahanında çalışın, yüksək bal toplayıb, yüksək nəticə göstərib, öz müəllimləri, öz valideynləri sevindirin. Sizə bol şanslar, uğurlar, gələcəkdə yöneticiler arzularım. Çok sağ olun. Çok sağ olun hürmetli valideynler. Yerlerinize geçebilirsiniz. Çok hamınıza uzun bir can sağlar. Sağ olun güzelim. Buyurun. Sıra her yolda ki bayramı tekrar çattı. Bayramı teklimi için 14. Arsız mezunu Askerliyev Ahmet ve 10. Arsız şagirdi Müftüye Vakit buyursunlar. Hürmetli müəllimlər, valideynlər, və 2019-cu ilin Profesör Kərim Kərimov adına Kənd Orta Məktəbin məzunları. Bugün iyunun 14-ü, biz 11-cilər A2-2 müəllimlərin və valideynlərin arzu istəklərini layiqincə doğrulacaq və elinə itirəcəyik. Bütün gücümüzlə biz vətənimiz və xalqımız naminə çalışacağıq. Bugün biz müstəqil Respublikamızın müşrəngli bayrağını onurculara təntənə sürətdə təqdim edirik. Biz onurcular
içirik ki siz 11-cilərin yolunu şərəflə davam etdirəcəyik. Məktəbimizin və doğma müəllimlərimizin bizə olan etimadını doğrultmağa and içilir. Məktəbimizin əziz məzunlar, biz and içirik ki sizin yolunuzu şərəflə davam etdirəcəyik.
sizə bilirik. Yorulmadan elmin çətin yollarında yolunuza yol çiğnəyən, əlinizdə tutub biz daima irəliyə aparan müəllimlərimizə, sinif rəhbərlərimizə minnətdarlığımızı çatdırır, bütün məktəb kollektivimizə sonsuz təşəkkürümüzü bildiririk. Bu əziz gündə ilk dəfəlikdən tutub, bizə ana və vətən kəlmələrini yazmağı öyrənən, sevgili heyecanlayıb oxumağımızı dinləyən ibtidai sinif müəllimlərimizin və yəqin ki bilmək sözləri var. Onlar da o yazı müəllimin arzularını təşkil Hörmətli müəllimlər, hörmətli valideynlər, əziz məzunlar. Bugün son zəng tədbiridir. 10 il əvvəl siz də bax belə cəmiyyət üzvü 11-ciləri, məzunları təbrik edirsiniz. İndi siz artıq məzunsunuz. İndi artıq sizi təbrik edirlər bu bayramla. Bu bayram tədbirində bugün son zəng olacaq. Bu son zəng sizə gələcək həyata vurulan ilk zəng olacaq, səslənən ilk zəng olacaq. Qoy sizin həyatınız gözəl, xoşbəxt olsun. Əziz məzunlar, hər bir uşaq böyüyüb tez məktəbə gitmək, məktəbi oxuduqdan sonra tez məktəbi bitirmək istəyir. İndi də bugün sizi artıq məktəbə gəlir, məktəbi bitirirsiniz indi, artıq siz məzunsunuz. Müstəqil həyata qədəm qoyursunuz. Əziz məzunlar, mən sizi hamını təbrik edirəm. Bugün sizin üçün son zəng olub səslənir. Məzunlar, dayandırın bu son zəngi. Siz neylədir? Uşaqlar artıq zəngi çağırıldı. Dayandırmaq mümkün deyil, ay öz mənimə. Həyat öz axarını getməlidir. Düzdür ki, biraz sinayda, biraz dəyişikliklər oldu, gecikdirərək. Mən gördüm ərzində ağlayım var. Mən biraz elə bəzi kilolarda gülləri xalasda oldu. Bir xalasda getdilər uşaqlar. Gecikdirərək. Əziz valideynlər, əziz məzunlar, bizim hörmətli müəllimlər, şagirdlər, hətta ki, bugün hərəkətbəsdir. Bugün hər bir insanın həyatında əziz gündür. Birisi mən çox tanışmayım, məzunlar səbirsizlə son zəncini gözlürlər. Məktəbdə hələ bu binasının açılmasından əvvəl müxtəlif tədbirlər keçirildi. Biz həmin tədbirlərin məşqləri, bizdə bir idman dalı vardı.
düz həmin İmam Zalbey Qafsal idi. Bizim hörmətli müəllimlər, türklər və sərləri ilə, Ruslar və əzizlərlə. Həmin zalda biz məşqlər keçirəndə Xəyal Müslüman Anzal bunu istizad ifadə edən Gülbahat İqarat biraz tez gəlirdi. Bütün şahidlər adından mənimlə çox dərin mənələri bildirər. O həmişə tez gəlirdi və mahnı oxumaq istəyən şahidlər məşğul olurdu. Biraz sonra isə qrupun aksakalı Faik Bər gəldi və gəldikdən sonra o mahnı oxumaq istəyən şahidlər baxanda həmişə deyildi. Tayyipova yoxdur mu? Arabalayeva yoxdur mu? Laçınova yoxdur mu? Faik Bər haqqında mən görürəm. Əlbəttə, həmişə Faik Bərdə həmin tədbirlər, həmin açıqlarda həmişə iştirak edib bilirdi. Bəzən gecikirdi. Nə isə alınmayan uşaqlarda, Laçınova, Tayyipova, Arabalayeva. Onlar mənə dedilər ki, Faik Bər gəlməkdir. Çok təəssüf Faik Bər arasında getdi. Faik Bər, Tayyipova, Laçınova, Arabalayeva. Əlbəttə, buraya sirk kəndini getirməsidir bugünkü bizim aparıcımız. Mən xahişlərdən bir almışlar gəlsinlər. Diana, bana gel buraya. Həyat öz axarını gitməlidir. Başqa çare yoxdur. Gəl ön yoldaşları sonuncu vida mahnıya tərəfi. Buyurun. Ayrılık küreğim
Hadi. İnşallah burada duran birinci sınıflarda ne vakti mezun olacak. Bir daha mezunları var diye tebrik ederim. Artık Təhsil Nazirinin əmriyle son zənglərdə 2 saatdan çox ola bilməz. Bu da son zəng başa çatdı. İndi Rudi